Mən elə Ağdamlısınız, Xıdırlıya köçmüsünüz. Oradan sual vermək istəyirəm. Xıdırlı ilə bağlı müəyyən söz-söhbətlər gəzir. Necədir Xıdırlıda yaşamaq? Yəni orada evlərin keyfiyyəti, ümumiyyətlə orada yaşayış tərzi necədir? Siz çatdırın elə bir Ağdamlı kimi Xıdırlı Bəzi sakini. qüsurlar var. Bəli. Amma şükür bu günə ki biz o kəndə qayıtmışıq. Bəli. O qüsurları da yavaş-yavaş aradan götürürlər. Xalqımız, millətimiz, cəmaatımız köçür yavaş-yavaş. Bəli. Orada həyat davam edir. Bizim əsas kəndin problemləri, ağsaqqal kişilər var, ayağı tutmayanlar, əli tutmayanlar. Pensiyasını çıxartmağa yeri yox. Bəli, o da bir Bankomat problemdir. Bankomat Bankomat olmalıdır. yoxdur. Cəmaət gedir vurur bəldiyə, qudanlıya 10 manat, 15 manat yol haqqı ilə gedib pensiyası çıxardır. Halbuki 200 manat pensiyalı. Evet. Onu cəmaatı tədbir görmək lazımdır, onu qeyd eləmək lazımdır. Cəmaata köməklik eləmək lazımdır. Bəli, elə SHOTV ekranlarından da elə biz bu problemi həlli üçün biz bunu işıqlandıracağıq inşallah. Doğrudan da dövlətimiz Xıdırlı kəndində bütün infrastrukturu yaradıb. Məktəb binasından tutmuş uşaq bağçasına qədər, yol infrastrukturuna qədər hər şey. Amma insanların sosial həyatının davam etməsi üçün, daha da yaxşılaşması üçün Böyük bir marketin açılması bizim üçün önəmli. hamısı vacibdir. Bir Bəli. otaq yoxdur ki, bir iynəsi olan, nə bilim, Bəli. bir baş ağrıyan gedə müraciət elə, yoxdur. Ona görə də bax aptek sistemidir. Daha sonra orada insanların nə vaciblərini, müavinətləri alması üçün bankomat məsələsinin həlli istiqamətində işlər görülməlidir. Marketin İstiqamətdə açılışı lazımdır. dövlətimiz yəqin ki tədbiri Yavaş-yavaş görəcəkdir. Bəli. İnşallah. Ayrı problemimiz də var. Bizdə su sistemi zəifdir. Hı-hı. Bizim içməli su deyil. Ən aşağı dərəcəli, ən aşağı şeyli sudur. Bağımızı, bağçamızı hamımız istəyir ki, əksin, yaratsın, yaşıllaşsın. Sulamağa suyumuz yoxdur. İçdiyimiz suyla bağı sulaya bilmirik. Falan qədər 90 qəpikdən pul yazır. Cəmaata onun haqqında bir tədbir görmək lazım. Yəqin ki, indi bu sosial mediada da geniş şəkildə işıqlandırılacaq və Xıdırlı kəndinin bu problemləri də öz həllini tapacaq inşallah. İnşallah. Çox sağ olun. Mən sizə böyük minnətdarım bildirirəm. Müsahibəyə razılıq verdiniz. Prezidentimizə can sağlığı versin. Amin. O tədbirlərə də bir qol çəksin. İnşallah. Əlbəttə ki, olacaq hamısı. İnşallah. Hamısı Sağ olacaq. olun. Təşəkkürlər. Sağ olun.